Salam dəyərli izləyicilər, 9-cu sinifləri üçün növbəti ümumi sınavımızın izahını verəcəm. Təkrarən qeyd edeyim ki, artıq hər sınavımızda qeyd edirəm. Yeni qoşulan şagirdlər üçün, yeni izləyən şagirdlər üçün deyirəm. Bu gördüyünüz sınav ödənişsiz WhatsApp qruplarımızda və Telegram kanalımızda paylaşılıb. Telegram kanalımızın adı Mehman Mahmudov Riyaziyyatdır. Elə YouTube kanalımızın adı ilə eynidir. Axtarış eləyərək Telegramda tapa bilərsiniz. Həmçinin WhatsApp qrupunun linkləri də, Telegram kanalının linki də rəy bölməsində yerləşdiriləcək. Yəni, yaxşı olar ki, videonu saxlayın, keçid edib sınağı götürün, sınağı yazın, ondan sonra gəlib izahlarına baxın. Keçək birinci sual. Deyir ki, A çoxluğuna daxil olan ədədlərdən neçəsi mürəkkəb deyil? Mürəkkəb olmayanları soruşur. Mürəkkəbləri çıxaram. 9 gedir, 21 gedir, 49 gedir, 27 gedir. Mürəkkəb 4 də gedir, az qala görmürdüm. Deməli, 19 mürəkkəb deyil, 13 mürəkkəb deyil, 2 mürəkkəb deyil, 1 mürəkkəb deyil. 1, 2, 3, 4 dənə. Bəzən uşaqlar burada çaşır, belə qarışdırırlar. Mürəkkəb deyilsə sadədir. Xeyr uşaqlar, elə deyil. Mürəkkəb deyil ayrıdır, sadə ayrıdır. Məsələn, sadə soruşsaydı, mən cavabı 3 götürəcəkdim, burada 1-i götürməyəcəkdim. Amma mürəkkəb deyil, artıq 1-i də götürməliyəm, çünki 1 mürəkkəb deyil. Onun sadə olub olmaması artıq mənə maraqlı deyil. İkinci, mənfi 7,8 ədədinin kəsir hissəsi ilə bunun kəsir hissəsi müsbət 0,2-dir. Tam və kəsir hissəni öyrənmək istəyirsiniz, kanalımda sırf ona aid ayrıca bir izah var, baxa bilərsiniz. Tam anlayasınız hər şeyini. Mənfi 2,4 ədədinin də tam hissəsi. Bunun da tam hissəsi mənfi 3-dür. Mənfi 3. Deyir ki, bunların fərqini tap. Yəni, sonundakı çıx mənfi 3. Mənfi mənfiyə deyəcək olacaq 3,2. Yəni, C bəndi. Növbəti 3-cü sual. AB 2-yə bərabərdir. BC 6-ya bərabərdir. DC 4-dür. AD isə 7-dir. X yəqin ki, buradır. X-in ala biləcək tam qiymətlərin cəmi tam. Burada uşaqlar 2 bərabərsizlikdən istifadə edəcək. 1. Bu 3 bucağı üçün 3 bucağı bərabərsizlik X böyük olacaq 6 çıx 2 4-dən, kiçik olacaq 6 plus 2 8-dən. Bunun üçün isə X böyük olacaq, kiçik olacaq 7 ilə 4-ün cəmindən, yəni 11-dən, böyük olacaq 7 ilə 4-ün fərqindən, yəni 3-dən. Ala biləcək qiymət. Uşaqlar, ədəd oxunu çəkib ikisini də kəsişdirməliyik. Hər ikisini ödəyən ədədləri seçməliyəm. 4 buradadır, 8 buradadır. Bu birincinin həlləridir. İkincinin həlləri isə 3, 11 olduğuna görə deməli, bunu fərqli rəngdən yazaq. 3 olsun bura, 11 olsun bura. İkincinin də həlləri bax buradır. Arası üst-üstə düşür. Fikir ver 3 ilə 8 arası. Deməli, həllərimiz olur 3, 8 arası. İndi bircə dəqiqə 3-8 arası həldir. Burada neçə dənə tam ədəd var? 4 var, 5 var, 6 var, 7 var. Bitdi. 4 ilə 6 10 eləyir, 5 ilə 7 12. 10 ilə də 12 eləyir 22. 10 ilə də 12 eləyir 22. Niyə görə? Cavabda 22 yoxdur. Səhv toplamadıq. Səhv topladıq uşaqlar. Niyə görə? Bir dəqiqə. Səhv topladıq. Niyə görə? Baxın. 4 ilə 6 10 eləyir. 5 ilə 7 12. 22 eləyir uşaqlar. Harada səhv eləyirik? Bir dənə baxaq. 6-dan 2 çıxanda 4 eləyir. 6 ilə 2-ni toplayanda elədi 8. 7 ilə 4-ü topladım. 11 eləyir. 7-dən 4 çıxdım. Eləyir 3. 3 ilə 8 arasında 4, 5, 6 və 7 var. Hə, uşaqlar, cavab 22-dir. Məncə 22-dir. Uşaqlar, nəsə fərqli bir fikriniz olsa, çox düşünmək istəmirəm. Rəy bölməsində qeyd edərsiniz. Cavab variantlarda yoxdur. Yəni, ilk fikrim budur. Deməli, uşaqlar, 4-cü suala baxaq. ABC ədədlərin ədəd ortası 27-dir. Yəni, A üstəgəl B üstəgəl C böl 3 bərabərdir 27-yə. Hər tərəf 3-ə vursam, A plus B üstəgəl C bərabərdir 81. İndi, deyir ki, ABC D ədədlərin ədəd ortası isə, yəni A üstəgəl B üstəgəl C üstəgəl D böl 4 bərabərdir 25. 4-ə vursam, A üstəgəl B üstəgəl C üstəgəl D bərabərdir 100-ə. Bizdən D-ni soruşur. A plus B plus C 81-dir. 81 üstəgəl D bərabərdir 100-ə.
Buradan da aydındır ki D bərabərdir 100 çıx 81 edir 19. Cavab oldu 19. B bəndi. 5-ci sual. Bir daxili bucağı 150 dərəcə olan düzgün çoxbucaqlının bir tərəfi 5-dir. Onun perimetrini tap. Uşaqlar, bir daxili bucağı 150-dirsə, qonşusu 30, bir xarici bucağı 30-dur. Xarici bucağın sayında 360 bölü n-dən tapırıq. Buradan n olur 12. Deməli, tərəflərin sayı oldu 13. Tərəfinin sayı 12-dirsə, perimetrdə P bərabər idi, n vurulsun A-ya. Yəni 12 vur 5 oldu 60. Perimetr oldu 60, yəni Y bəndi. 6-cı sual. Düzbucaqlının eni uzunluğundan 3 dəfə kiçikdir. Düzbucağı çəkirəm. Eni uzunluğundan 3 dəfə kiçikdir. Bura x olsa, bura olacaq onda 3x. Toplamda perimetr necə tapılır? 2 vurulsun, x üstə gəldi 3x bərabərdir 40-a. 2 ilə bu gedir, 20 qalır. 4x bərabərdir 20-yə, x də bərabər olur 5-ə. X 5-dirsə, bura 5 olur, 3 5-imdə 15. Uzun da olur 15. Sahəsini soruşur, en uzunluğuna vurmaq lazımdır. 5 15-ə vuranda olacaq 75 cm kvadrat. 7-ci suala baxaq. Deməli, 3 tam dövrdə 2, 2 tam dövrdə 3 ifadəsinin qiymətini təyin edin. Belə yazaq, uşaqlar. 3 tam 9-da 2, çevirərəm adi kəsrə. Çıxılsın 2 tam 9-da 3. Uşaqlar, aydın məsələsi ki, kəsr hissələri çıxa bilmərik. Biri kiçikdir digərindən. Onu da belə yazaram. Buradan 1 tam verərəm bu tərəfə. Qalacaq belə. 2 tam. Bir dəqiqə uşaqlar. 2 tam 9-da 1 tam vermişəm. Bax, olur 11. Çıxılsın 2 tam 9-da 3. Tamlar bir-biri ilə gedər. 9-da 11-dən də 9-da 3 çıxan da qalacaq 9-da 8. Yəni B bəndi. 8-ci sual. A və B-nin hansı qiymətlərində 4 mənfi bir cütü tənliklər sisteminin həlli olar? Çox sadə. X-in yerinə 4, Y-in yerinə mənfi 1 yazacaq. Çünki birinci X-in koordinatı olur, ikinci Y-in. Olacaq 4 üstə gəl 3 vurulsun mənfi 1 bərabərdir A-ya. Bu da olacaq 4 çıx 3 bərabərdir A-ya. A oldu 1. İkincidə də yerinə yazıram. 4 çıxılsın, 2 vurulsun mənfi 1. Mənfi 2-ni mənfi 1-ə vuranda olur 2. 4 ilə də 2 eləyir 6. B də bərabər olacaq 6-ya. Bu B-dir. B də oldu 6. Yəni A bəndi. Növbəti sual 9-a baxaq. Deməli, xətti, sadə xətti bərabərsizliyidir. Mənfi tam əllərin sayını soruşur. Uşaqlar, 3x-i sağa, belə, 4x-i sola keçirərəm. Olacaq mənfi 3x çıx 4x kiçikdir. 15-i də sağa keçirərəm. Olacaq 57 çıx 15. Burada olur mənfi 7x kiçikdir. 57-dən də 15 çıxanda qalacaq 42. Mənfiyə vuraram 7x böyükdür mənfi 42 işarə dəyişdi. 7-yə də bölsəm mənfi 6. Mənfi 6-dan böyük və mənfi olanlar mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2 və mənfi 1. Qalanları 0 və müsbətdir də 1, 2, 3 və s. Bizə mənfilərin sayı lazımdır. 5 dənə. C bəndi. 10. A3 18 və B7 6 nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin koordinat başlanğıcında məsafəsi. Birinci orta nöqtəsini B ilə işarə eləyərəm. Toplayaram 3 ilə 7, 10, böldüm 2-yə 5, 18 ilə 6-ını topladım 24, böldüm 2-yə 13. Bu oldu orta nöqtənin koordinatı. Koordinat başlanğıcı isə o 0, 0 nöqtəsidir. Buradan məsafəsi, yəni M10-u tapmaq lazımdır. Bu da kök altında 5 çıxılsın 0-ın kvadratı olur 5, üstəyəl 12 çıx 0-ın kvadratı eləyir elə 13. Bu da kök altında 25 üstəgəl 144 verir mənə. Bu da kök altında 169 eləyir. O da oldu 13, yəni D bəndi. 11. Düz bucağın 40% neçə dərəcədir? Düz bucağı 90 dərəcədir uşaqlar. Bunun da 40%-ni tapmaq üçün 40-a vuraram, 100-ə bölərəm. Sıfırlar gedir. Bu da oldu nə? 36, yəni Y bəndi. 12. 12-ci sual. İfadəsində sərbəst həddini tap. Uşaqlar, bizim dərs izahımızda da qeyd elədiyimiz kimi sərbəst həddini tapmaq istəyirsənsə, dəyişənin yerinə 0 yazmalısın. Dəyişənin yerinə 0 yazanda bu gedir.
Bu gedir, bu gedir. Qaldı 5-in kvadratı, çox sadə. Vur, -1 üstü 57. 5-in kvadratı 25 eləyir. -1 üstü 57 də mənfi eləyir. Olur, -1-ə vururam. Bu da olur -25. Yəni Y bəndi. 13-cü sual. İfadəsini sadələşdir. Uşaqlar, sürətdəki ifadə diqqətlə baxanda görürsən ki, A plus 2-nin kvadratıdır. Məxrəzdəki ifadə isə A minus 2-nin kvadratıdır. Bölünsündə axı burada vuranda işarə dəyişəcək. Olacaq A çıxılsın 2. Burada olacaq A üstəgəl 2. Və diqqətlə baxsaq, A çıxılsın 2 ilə bunun kvadratı gedir. A plus 2 ilə də bunun kvadratı. Qalır A üstəgəl 2 böl A çıxılsın 2. Bu da bizə verəcək. Elə C variantının düz yanından da yazdıq. 14-cü sual. Şəkildə verilənlərə əsasən O, deməli, A, B bucağını tap. Uşaqlar, indi buradakı bucaq tam görünmür. Ümid eləyək ki, bu 70-dir. 70 oxşatdım. Fərz eləyək ki, bu 70 dərəcədir. Bizdən bax, bu bucağı soruşur. İndi uşaqlar, baxın, bunu çəkdim. Bu bir radiusdur da, düzdür. Fikir verin. Bu da radiusdur, bu da radiusdur. Bura 70-dirsə, burada 70 olmalıdır. Oldu nə qədər? 140. Deməli, bu bucaq oldu 40 dərəcə. İndi, bura 90 dərəcədir deyə, bura qalır 50. Bərabər yanlıdır axı bu tərəflə bu. Çünki ikisi də radius. 180-dən 50 çıxaram, 130. Bu ikisinin cəmi 130 dərəcədir və bərabər yanlıdır. Bura x olur, burada x olur. 130-da 2-yə bölərəm. X bərabər olacaq 65. Çox gözəl. Hələ məncə elə ora 70 düşərlər, çünki cavab uyğun gəldi. İndi siz düşünün ki, 70-dir və ona uyğun da həll edin. 15. Bax, belə suallar uşaqlar, bu tip hər il belə hesablama sualı düşür imtihana. İndi, yuxarının kvadratlar fərqi kimi açmaq lazımdır. Olacaq 67 çıx 33. 67 üstəgəl 33 bölünsün 34. Uşaqlar, 67-dən 33 çıxanda qalır 34. 34 ilə də bu ixtisar gedir, qalır 67 ilə də 33 toplayanda olur 100, yəni B bəndi. 16. 2x üstəgəl y bərabərdir 5. Düz xəttinin apsisi -4 olarsa, ordinatını tap. Uşaqlar, yəni deyir, x -4-dürsə, y-i tap. Və salamda gətirib x-in yerinə -4 yazırsın. 2 vurulsun, -4, üstəgəl y bərabərdir 5. Yəni, suallardan qorxmayın uşaqlar. Sualı da gözünüzdə böyütməyin. -8 üstəgəl y bərabərdir 5. Y də bərabərdir. -8 sağa keçəndə 5 ilə toplanacaq, olacaq 13. Deməli, 7. Alfa və beta qarşılıqlı bucaqları üçün alfa plus beta 120-dir. İfadəsinin qiymətini tapın deyir. Uşaqlar, alfa və beta qarşılıqlı bucaqlardırsa, bunlar bir-birinə bərabərdir. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Deməli, onda alfa da 60 dərəcədir, beta da 60 dərəcədir ki, qarşılıqlı bucaqdır. Gətirib yazırıq yerinə. 60 böl 5 üstəgəl 3 vur 60 böl 4. Bu da bərabərdir. 60-ı 5-ə böləndə eləyir 12 üstəgəl. 3-ü 60-a vurdum 180. 180-i də 4-ə böləndə üzr istəyirəm uşaqlar, olur 45 dərəcə. 12 ilə də 45-i toplayanda olacaq 57 dərəcə. Cavab oldu 57. Uşaqlar, mən hesab səhvləri tez-tez eləyirəm. Əgər hansısa sualda hesab səhv eləmişəmsə, rəy bölməsində qeyd edin, digər şahidlərimiz görsünlər. 18-ci sual tapşırıq. Demək uşaqlar, 2 vurulsun kök altında 3,7-nin kvadratı, 3,7-nin kvadratı çıxılsın kök altında 12,4-də biri də çevirərəm düzgün olmayan kəsrə. 12-ni 4-ə vuraram, 48-in də üstə 1, 49. İndi baxaq, görək nə baş verəcək. Uşaqlar, 2-nin kvadratı olur 4. Kök altında 3,7-nin kvadratı olur, elə 3,7 çıxılsın. 4-də 49-dan da 2-də 7 çıxacaq. Məsələn, bərabərdir. İndi uşaqlar, hesablayaq. 4-ü 3,7-yə vuranda olacaq 4-ü 3-ə vuranda 12, 7-yə də vuranda 2,8. 14,8 çıxılsın 3,5. İndi buradan qalacaq 11,3. Ümid edirəm, burada əsas səhv eləmədim. Cavab oldu 11,3. Növbəti 19-cu sual. Deyir ki,
3 üstü m bərabər olur 5-ə. 3 üstü 2m plus 1 tap. Tapaq da olur. Belə yazaq. 3 üstü 2m vur 3 yazaram bunu. Bunu da bərabər eləyərəm. 3 vurulsun. 3 üstü 2m'i də belə yazaram. 3 üstü m'in üstündə 2. Çünki 2-ni m'ə vuranda bu ifadə alınacaq. Bu da bərabərdir. 3 vurulsun. 3 üstü m 5'dir. Olacaq 5'in kvadratı. Olacaq 3 vurulsun 25. O da olacaq 75. Məsələn, cavab oldu 75. 20-ci sual. Ölçüləri 5, 6 və 7 olan düzbucaqlı paralelipipedin həcmini tapın. Uşaqlar həcm düsturu belədir. A vur B vur C. Yəni burada bütün ölçüləri bir-birinə vurmaq lazımdır. 5 6-ya vuraram 30, 30 da 7-yə vuraram 210 santimetr kub. Santimetr kubla ifadə ilə biz də elədik. 21. Yaş məsələsidir. Atanın 46, oğlun isə 10 yaşı var. Deməli, ata 46 yaşı var, oğul 10 yaşı var. Neçə il sonra ata oğlundan 3 dəfə böyük olacaq. Uşaqlar neçə il keçir? Məsələn, x il keçir. Atanın yaşı olur 46 üstəgəl x. X il keçəndə axı oğlunun da yaşı olur 10 plus x. İndi fərz eləyək ki, bu bundan 3 dəfə böyükdür. Bərabəri necə yaradacaq? 46 üstəgəl x bərabərdir 3 vurulsun 10 üstəgəl x 3 dəfə böyükdür deyə. Olacaq 46 üstəgəl x bərabərdir 30 üstəgəl 3x. X-i sağa keçirərəm 30-u sola. 3x çıx x bərabərdir 46 çıx 30. Buradan 2x bərabərdir 16-ya, x də bərabərdir 8-ə. Demək olar 8 il keçəndən sonra atanın yaşı oğlun yaşından 3 dəfə böyük olacaq. 22. X və y qarşılıqlı sadə ədədləri üçün x, y cəminin ən kiçik qiymətini tap. İndi uşaqlar, burada qarşılıqlı sadə ədəd deyirsə, x böl, bircə dəqiqə uşaqlar. Deməli uşaqlar, bircə dəqiqə. Bunu böyütdük. Uşaqlar, x bölü y, siz rahat görün deyə belə eləyirəm. Uşaqlar, 0,3, 0,3 dövrdə 6-nı çevirmək lazımdır. 90-da, 36-dan 3 çıxıram, qalır 33. Bunu da 3-ə ixtisar eləsəm, qalacaq 30-da 11. Qarşılıqlı sadə odur ki, sən onu ixtisar olunmayan hala gətir. Həqiqətən də baxın, ixtisar olunmayan hala gətirdim. 30-dan 11 ixtisar olunmur. Deməli, x 11-dir. Bir də dəqiq uşaqlar. X bərabərdir 11-ə, y də bərabərdir 30-a. Bundan daha kiçik hal yoxdur. Cəmləyəndə də olacaq 41. Sualımızın həlli oldu 41. Sonra növbəti 23. ABC üçbucağında DY paraleldir AC-yə. AY tənböləndir. Tənböləndir, yəni uşaqlar bunu artıq biraz kiçildək. Yəni burada alfadır, burada alfadır. DY 6-dır. BD bura 2-dir. BDY'nin sahəsi 5-dir. BDY'nin sahəsi 5-dir. Sahə 5-dir. Böyüyün sahəsini təyin eləyin deyir. Uşaqlar, baxın, üçbucağın daxilində paralel bir dənə xətt çəkilibsə, bu oxşarlığa gələcək. Amma paralel olmasından bir şeydə istifadə edilir. Bura alfadırsa, burada alfa olur. Fikir verin, bərabər yanlı üçbucaq oldu. Bura 6-dırsa, onda burada 6 olur. Onda baxın, bu üçbucağın tərəfi nə qədərdir? 8. Balacanın tərəfi nə qədərdir? 2. Üçbucaq oxşardır. Bir tərəf digərindən 4 dəfə böyükdür. Onda sahə bunun kvadratı ilədir. Yəni 4-ün kvadratı 16 dəfə böyükdür. Kiçiyin sahəsi 5-dirsə, böyüyün sahəsi 5 vur 16-dır. Bu da eləyəcək 80. Və salam cavab oldu 80. Çox gözəl həll elədik. 24. 4-də tam bölünən 2 rəqəmli natural ədədlərin cəmini tap. Əslində uşaqlar, bu sual silsilə sualdır. Yəni silsilə mövzusuna aiddir. O da imtahana düşmür. Amma yenə də həll eləyək. Çalışaq silsilə olmadan həll eləyək. Uşaqlar, 4-də bölünən 2 rəqəmli natural ədədlərdən birincisi 12-dir. Sonuncusu 96-dır.
İndi birincisi 12, sonuncusu 96'dır. Mən 12-dən 96-ya qədər bütün ədədləri cəmləməliyəm. Yəni 12, 16, 20, 24 və s. 96-ya qədər. Bunda qaydası nədir? Birinci ilə sonuncunu toplayırsan, bölürsən 2-yə, vurursan sayına. Neçə dənə ədəd varsa onu. Sayını necə tapırıq? 96-dan çıxırsan 12-ni, 4-ə bölünən ədədləri axtarırsan deyə bölürsən 4-ə, üstünə 1 gəlirsən. 96-dan 12 çıxanda qalır 82. 84. 84-ü 4-ə böləndə olur 21. 21-in də üstə 1 gələndə olacaq 22. Deməli 22 dənə ədəd var, vəssalam. 2 ilə 22 ixtisaya gedir, qalır 11. 12 ilə 96-nı toplayanda da olur 108. 108 vurmaq lazımdır 11-ə. Bu da 1080 üstə gəl 108 deməkdir. Bu da olur 1188. Deməli cavabımız oldu 1188. Və nəhayət sonuncu sual. Cədvəldə çoxədli və onun vurğulara ayrılmış versiyası verilib. B, C, N və K-nı tapın. Uşaqlar, baxan kimi görünür ki, bu kublar cəmi kimi açılıb. Olacaq 27, baxın buradan yazıram elə. 27 kub, üstə gəl B, bərabərdir uşaqlar. Baxın, deməli burada bu 3y-in kubudur da. Birbaşa belə yazaq. 3y-in kubu, üstə gəl. Deməli burada B nəyəsə kubudur. Və bunu belə yazaram. 3y üstə gəl 2 vurulsun cy kvadrat üstə gəl ny üstə gəl k. Diqqətlə baxanda görünür ki, hər zaman açılışda birinci hədd kubsuz olan hədlər idi. 3y görürsünüz 3y. Deməli burada da b 2-nin kubu olmalıdır. B olacaq 8. 8-dirsə, bunun açılışı olaraq tam olaraq belə olacaq. 9y kvadrat çıxılsın bunların hasili 6y üstə gəl 4. Deməli onda C olur 9, N olur -6, K da olacaq 4. Bizdən bunların cəmini soruşur da. Bəli. 8 ilə 9 eləyir 17. 17-nin üstə -6 gələndə eləyir 11. 11-in də üstə 4 gələndə olacaq 15. Vəssalam, cavab oldu 15. Uşaqlar bütün sualların izahını verdi. Hardasa hesab səhv eləmişiksə rəy bölməsində qeyd edin, digər yoldaşlarımız da görsün. Bu kimi sınaqların sayının çox olmasını istəyirsinizsə, kanala abunə olub rəy yazmağı unutmayın. Sağ olun, hər birinizə uğurlar.